Brüsseldə Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilir. Liderlər Rusiya-Ukrayna müharibəsi və Trumpın sülh təşəbbüsü, müdafiə, qanunsuz miqrasiya ilə mübarizə, yaxın şərqdəki son vəziyyət və Avropa İttifaqının gələcək büdcəsi ilə bağlı fikir mübadiləsi aparırlar. Ukrayna prezidenti Zelenskinin sammit iştirakçılarını Amerikalı həmkarı Trumpla telefon danışığının təfərrüatları ilə bağlı məlumatlandırılıb. Müzakirə olunası məsələ çox olduğundan liderlərin gecəni Brüsseldə keçirəcəyi zirvə toplantısına sabahda davam edəcəyi gözlənilir. Biz strateji seçim qarşısındayıq. Ya təcavüzkarın zorakılığı və qorxunu artırmasına imkan vermək, ya da onun qarşısını almaq, bizi qorxutmaq imkanlarını iflic etmək, Avropa ilə Rusiya arasında etibarlı müdafiə divarı inşa etmək. Ukraynaya 5 milyard avroluq sursatın tədarük olunması təklifini irəli sürmüşəm. Biz heç olmasa indi Ukraynaya yardım etmək üçün konkret addımlar atmağa başlamalıyıq. Onlar döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masasında da bir o qədər güclü olarlar.